Salam, hörmətli tamaşaçılar. Elüz TV'nin vətəndaş mövqeyi efirdədir. Salam, hörmətli tamaşaçılar. Elüz TV'nin vətəndaş mövqeyi efirdədir. Qonağımız iqtisadçı ekspert Natiq Cəfərlidir. Xoş gördük sizi, Natiq müəllim. Natiq müəllim, baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. İsrail, ABŞ-İran müharibəsini istəyərdim danışaq və bu proseslərin nəticəsi necə ola bilər? Bunun həm siyasi, həm iqtisadi nəticələri ola bilər və hələlik görünən odur ki, müharibənin və yaxud da bu münaqişənin nə vaxt bitməsi ilə aydın bir plan yoxdur. Yəni, nə vaxt bitməsi çox vacibdir. Çünki çox uzun müddətli davam etsə, hamı neft qiymətlərindən danışır dünyada. Bəli, bunun təsirləri var, amma neftdən də heç də az əhəmiyyətli olmayan logistik xətlərin zərb altında olması dünya iqtisadiyyatında kifayət qədər gərginlik yaradır. Həm Hörmüz boğazı, həm Süveyş kanalı, Qırmızı dəniz, Hind okeanının limanları, hansılar ki, indi münaqişə bölgəsinə çox yaxın bölgələrdə yerləşirlər. O cümlədən Birləşmiş Ərəb Əmirliyi dünyanın ən böyük hublarından biridir dəniz yük daşımasında. Yəni, bu dünyada logistikanın da qiymətinin artmasına səbəb olur. Çünki istənilən biznes, o cümlədən gəmi daşımacılığı sığortasız işləmir. Və sığorta şirkətləri belə münaqişələr olan zaman gəmiləri çox baha sığortalayırlar. Və həmən o sığortanın qiyməti artdıqca 7 dəfə, 6 dəfə artır və o qiymət artan kimi də sığorta şirkətlərinin qiymətinin artmasını mal daşıyanlar da öz xidmətin üzərinə gəlirlər və beləliklə malların daşınma xərci artır, logistika xərci artır və bu da bütün dünya iqtisadiyyatına dalğavari təsir göstərir. Və təbii ki, neft qiymətlərində bura əlavə etmək olar. Bugün günün əvvəlindən dünya birjalarında neftin qiyməti 8 dollar birdən-birə bahalaşdı. İndi 81 dollar civarındadır. Bu kifayət qədər yüksək bahalaşmadır və burada da əsas müddətə bağlı olacaq. Əgər doğrudan da bir neçə həftə, bir neçə ay belə bir münaqişə davam etsə, neftin qiyməti hətta 100 dolları belə keçə bilər. Regionda müharibə ehtimalı manatın məzənnəsinə təsir edə biləcəkmi? Azərbaycanda manatın məzənnəsi inzibati tənzimlənir. Yəni, dünya bazarında baş verən hadisələrdən hansısa bir dolayı təsirlərə malikdir. Yəni, bizdə Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmi var. Həftədə 2 dəfə formal hərraclar keçirilir və bankların tələbləri ödənilir və belə bir gərginliyin olduğunu görünmür hələ ki. Yəni, hərraclarda bankların nə qədər tələbi varsa, o qədər də dolları ala bilirlər. Ona görə də bizdə manatın birbaşa məzənnəsinə təsir etmir. Əksinə, nə qədər qəribə səslənsə də, münaqişələr artdıqca, gərginlik artdıqca Azərbaycanın gəliri artır. Çünki neft qiymətləri yüksəlir. İndi Azərbaycan nefti 72 dollara satılırdı. Bugün artıq 82 dollara satılır. Yəni, ona görə də Azərbaycana gələn valyutanın, yəni dolların həcmi artdıqca manatın da möhkəmlənməsinə, daha doğrusu daha özünü rahat hiss etməsinə şərait yaranır. Dövlət sektorunda və ya VTC ilə işləyənlərin əmək haqqları nə qədər arta bilər? Son belə qəbul olunmuş qərarlarla bağlı bir neçə məqamı qeyd eləmək lazımdır. Birincisi, təqaüdçülərin təqaüdü indeksləşdi. Təqribən 9,3%, 10%-ə yaxın indeksləşmə baş verdi və təqaüdçülərin artıq yanvar ayından sonra təqaüdün artdığının ilk hissəsini alıblar. Maaşlarla bağlı biraz fərqlidir vəziyyət. Bizdə minimum əmək haqqına önəm verir hökumət nümayəndələri. Minimum əmək haqqının artırılmasını düşünür və yeri gəlmişkən yeni qanun layihəsi qəbul olundu ki, hər il minimum əmək haqqı artacaq. Haradasa 10% civarında artacaq. Amma mən düşünürəm ki, bu yetərli deyil. Çünki minimum əmək haqqının Azərbaycan iqtisadiyyatına, insanların əmək haqqına təsiri çox da böyük deyil. İndi minimum əmək haqqı 400 manatdır. Yəni, 400 manata kim işləmək istəyir? Əsasən də Bakı və Abşeronda. Həddindən artıq aşağıdır. Yəni, minimum əmək haqqı o deməkdir ki, istəyir dövlət sektoru olsun, istəyir özəl sektor olsun, ondan aşağı əmək haqqı verə bilməz. Qanun bunu qadağan edir. Yəni, 400 manata da zaten işləyənin sayı azdır. Yəni, ona görə də minimum əmək haqqının yox, orta əmək haqqının artması ilə bağlı qanunvericiliyə bir dəyişiklik olunması, burada bir kifayət qədər sərt qaydaların gətirilməsi ki, hər il indeksləşsin, hər il onun artım tempinə uyğun olaraq bir qanun layihəsi qəbul olunsun, minimum əmək haqqı kimi. O zaman insanlara daha çox təsir eləyəcək. Təəssüf ki, bizdə əmək haqqı və təqaüdlər artan kimi qiymətlər də yüksəlir. Avtomatik olaraq inflyasiyaya da təsir göstərir. Heç də təsadüfi deyil ki, keçən il ərzaq inflyasiyası məsələn 6,8% oldu. Bu il hökumət və Mərkəzi Bankın gözləntiləri 4% civarındaydı, amma yanvar ayı yenə 6% civarında oldu. Yəni, ərzaq inflyasiyası həddindən artıq yüksəkdir və
təqaüdçülərə də minimum və yaxud da az maaş alanlara da əsasən ərzaq qiymətləri maraqlandırır. Çünki digər sahələrdə qiymətin nə qədər artacağı, məsələn, avtomobillərin qiymətinin nə qədər artması təqaüdçülərə bir o qədər təsir göstərmir. Halbuki orada da artım var. Amma ərzaq məhsullarının qiymətinin artması, dərman preparatlarının qiymətinin artması 1,2 milyon təqaüdçüyə birbaşa təsir göstərir. Təqribən 1,7 milyon Azərbaycanda muzla çalışan var, yəni əmək haqqı müqaviləsi ilə çalışan var. Onların ortalama maaşı elə 1000 manatdan biraz çoxdur. Yəni onlara təsir göstərir. Ona görə də mənə elə gəlir ki, maaş artımları, təqaüd artımları ərzaq inflyasiyasına uyğun olaraq və ərzaq qiymətlərinə uyğun olaraq tez-tez indeksləşməlidir. Bizdə qanunvericiliyə görə ildə bir dəfə olur. Amma bir çox ölkələrdə, o cümlədən məsələn qardaş Türkiyədə il ərzində 3 dəfə, bəzən 4 dəfə belə indeksləşmə həyata keçirilir. Hətta elə hallar baş verir ki, qiymətlər qalxır, sonra əmək haqqları artırılır. Bəli. Mümkün deyilmi ki, bunu tənzimləyək? Bizdə bazar iqtisadiyyatı olduğuna görə, ən azından belə elan olunmuş bazar iqtisadiyyatı olduğuna görə dövlətin birbaşa qiymət qoyma səlahiyyəti yoxdur. Ancaq Tarif Şurası vasitəsilə kommunal xidmətlərə, nəqliyyatda gediş haqqına, yanacaq qiymətlərinə təsir göstərə bilir və onları təyin eləyə bilir. Amma ərzaq qiymətlərinə, kafe restoranlarında menyu qiymətlərinə nə təsir imkanı var, nə də bu qanunla da belə bir imkanı yoxdur. Ona görə də bizdə qiymətlərə təsir göstərə biləcək dövlətin əlində, hökumətin əlində dolayı alətlər var. Bu alətlərdən daha çevik istifadə etmək lazımdır. Bu alətlərdən biri əlavə dəyər vergisidir. Bizdə əlavə dəyər vergisi 18%-dir, dəyişmir. İstəyir dərmanda da, ərzaqda da, avtomobildə də, qızıl alanda da fərqi yoxdur, 18%-dir. Amma bu doğru deyil. Məsələn, bu daha çevik olmalıdır da, yəni bir faiz dərəcəsi kimi göstərilməməlidir. Məsələn, ərzaqda niyə olmasın 5% ya 4%, dərmanda niyə olmasın 2%, avtomobildə olsun 18%. Kimin pulu var gedər avtomobil alar və vergisini ödəyər. Qızıl əşyası da olsun 18%. Kimin pulu var gedib qızıl alar, qiymətini ödəyər. Hətta pal-paltarda da, belə geyimdə də bu mümkündür ki, bu tətbiq olunsun. 18 olmasa da 10%, 12% tətbiq olunsun. Və əlavə dəyər vergisinin çevik olmaması kifayət qədər ciddi problemlər yaradır və qiymətlərin artımında ciddi rol oynayır. Bugün, məsələn, istənilən Azərbaycan vətəndaşı aptekə gedib dərman alanda, əgər dərman 12 manatdırsa, onun içində 1 manat 80 qəpik əlavə dəyər vergisidir. Və bu əlavə dəyər vergisi azalsa, təbii ki, dərmanların, məsələn, qiyməti də azalacaq. Ona müraciət eləmək lazımdır, yoxsa necə? Yox, bunun iki yolu var. Bir, Azərbaycanda qanunvericilik təşəbbüsü olan orqanlar var. Nazirlər Kabineti də bura daxildir və parlamentin özü belə bir təşəbbüslə çıxış eləyə bilər. Yəni bunu parlament qəbul etməlidir. Çünki vergi və büdcənin formalaşması parlamentin... Stabil olaraq qalması düzgün deyil. Əlbəttə, parlamentin səlahiyyətindədir. Məsələn, parlament belə bir çevik qanun qəbul olunsa ki, ərzaqda məsələn 5% ya 4%, qeyri-ərzaqda 6%, 8%, başqa zinət əşyalarında daha çox. Yəni belə bir çevik qanun qəbul olunmasına yeri lazımdır və labüddür. Həm də gömrük tariflərinin də bura aid edilməsi vacibdir. Məsələn, Azərbaycanda 3 pilləli gömrük sistemi var da, 0, 5 və 15%. Və nə qəribədir ki, 80%-dən yuxarısı ölkəyə gətirilən mallar elə 15% ilə rəsmiləşdirilir. Niyə? Orada da bir çevik tarif siyasətinə ehtiyac var. Məsələn, uşaq yeməkləridir, sosial məsələdir, ya uşaq bezləridir, sosial məsələdir. Onda 18% əlavə dəyər vergisi də var, 15% gömrük rüsumu da var. Ona görə də indi baxırsınız, uşaq yeməkləri həddindən artıq bahadır. Və sonra da hamımız narazılıq eləyirik və belə deyək, əndişə duyuruq ki, niyə Azərbaycanda doğuş azalıb. Yeri gəlmişkən bu il, yəni 2025-ci ildə Azərbaycan müstəqillik tarixində ən az doğulan uşaqla biz yadda qaldıq. 91-ci ildə hələ bizim əhalimiz 7,5 milyon olanda uşaq doğuş sayı 192 min idi. İndi heç 100 minə çatmır. Təsəvvür edin, əhalimiz 10 milyondur, amma doğuş sayı 91-dən də aşağıdır. Bu ondan göstərir ki, Azərbaycanda ailələr maddi durumuna görə dünyaya uşaq gətirməkdə çətinlik çəkirlər. Dolanışıq faizi çox aşağıdır iqtisadiyyatımız var o yüzdən də. Bu il Azərbaycanda pensiyaların yenidən artırılması üçün nəzərdə nəsə tutulub mu? Dekabrə qədər olacağını düşünmürəm. Çox güman ki, artıq bir dəfə artırıldısa, bizdə də dediyim kimi elə bir tırnaq içində ənənə formalaşıb ki, ildə bir dəfə olur. Ona görə dekabrə qədər hansısa bir artımın olacağını düşünmürəm. Amma dekabr ayında növbəti il üçün, yəni 27-ci il büdcə müzakirələri zamanı noyabr-dekabr aylarında təqaüdlərin artırılması ilə bağlı qərar verilə bilər. Amma burada da bir məsələ önəmlidir. Daha doğrusu bir neçə önəmli məqam var.
Birincisi, bizdə təqaüdlərin həcmi o qədər azdır ki, minimum təqaüd olsun, orta təqaüd olsun. Bizdə təqaüd alanların 1.200.000-ə yaxın insanın 900.000-i 400 manata qədər təqaüd olur. Yəni çox aşağıdır. Siz bunu nə qədər artıra bilərsiniz ki? 10% artıranda 40 manat olur. 20% artıranda 80 manat olur da. Bunu 2 dəfə artırmaq mümkündürmü? Təbii ki, dövlət büdcəsinin buna gücü çatmır. Ona görə də bizdə təqaüdün özünün formalaşması ilə bağlı qaydalarda dəyişiklik edilməlidir. Birincisi, yığım fondu ilə bağlı yeni qaydalara ehtiyac var. Bilirsiniz ki, hər bir çalışan sosial müdafiə fonduna, o yığım hissəsinə pul ödəyir. Və indi də o da minimum təqaüdə bağlı olduğuna görə onun həcmi. Hər dəfə minimum təqaüd artanda bu vurulur 144 aya. Məsələn, indi 46.400 manat biz toplamalıyıq ki, təqaüdə çıxanda normal təqaüd alaq. Heç olmasa 500-600 manat təqaüd ala bilək. Bu doğru deyil. Özəl təqaüd fondları yaranmalıdır və vətəndaşlara təqaüd müqavilələri ilə bağlı sərbəstlik verilməlidir. Biz seçim imkanımız olmalıdır ki, biz dövlətlə mi müqavilə bağlayaq, özəl fondla mı bağlayaq, başqa bir özəl fondla mı bağlayaq, banklarla mı bağlayaq? Məsələn, Türkiyədə bankların hamısının, böyük bankların hamısının təqaüd fondu da var. Bu mütləq olmalıdır ki, biz seçim imkanımız olsun. 2, vətəndaşların o kapitala çıxış imkanı yoxdur. Bu çox yanlışdır. Məsələn, insan var ki, 100.000 pulu var. 50 yaşı var, 55 yaşı var, artıq 100.000 pul toplayıb. Maaşı yüksək olub, qazancı yüksək olub, daha çox ödəyib. Onun niyə o pula çıxış imkanı olmasın ki? Çox qəribədir də Azərbaycandakı bəzi qanunlar. Allah hamıdan uzaq eləsin, kiminsə valideyni krediti varsa, rəhmətə gedirsə, avtomatik olaraq o kredit varislərin üzərinə keçir. Amma onun pensiya fondunda olan vəsaiti varislərinə keçmir. Heç olmasa qanunda dəyişiklik olmalıdır ki, heç olmasa təqaüdçünün krediti varsa, o kredit varisinə keçəndə heç olmasa varisinin də imkanı olsun ki, onun yığdığı öz pulundan elə götürüb krediti bağlaya bilsin. Və yaxud da babadır, nəvəsinə hədiyyə eləmək istəyir, məsələn, təhsil haqqını. Niyə o öz yığım fondundakı olan vəsaitdən təhsil haqqını ödəyə bilməsin? Yəni, bu tipli məsələlər çox ciddi məsələlərdir, insanları narahat edən məsələlərdir. Ölkədə minlərlə, 10 minlərlə insan var ki, böyük həcmdə vəsaiti var yığım fondunda, amma ona çıxış imkanı yoxdur. Təqaüddə həm yaşla bağlı, həm təqaüdlərin artırılması ilə bağlı, həm təqaüd fondu ilə bağlı yeni qanunvericilik təşəbbüslərinə acil ehtiyac var. Təşəkkür edirəm sizə. Çox sağ olun. Çox sağ olun. Hörmətli tamaşaçılar, ENÜS TV-nin vətəndaş mövqeyinin qonağı iqtisadçı ekspert Natiq Cəfərli idi.